Gününüz aydın olsun millət. Bu xalq artistimiz haqqında, onun haqqında yox, bu barədə bir qısa danışmaq istəyirəm. Demək, mən ara sıra qarşıma çıxır erməni canlıları. Baxıram ki, bizim profilə şəkillər qoyub, bizim bəzi bizə toxunan bir məsələləri şəkil qoyub təhqir edirlər və bizimkilər də girirlər canlıda, başlayırlar bir-birini söyürlər, neyirlər. Mən söymürəm, girirəm, qoşuluram. Bunlara bir kəlmə deyirəm. Deyirəm, bax, bizim bütün dünya qəhrəmanlarımızı tanıdı da. Sizin qəhrəman kimdir? Kim Kardashian? Kim Kardashian'daki, indi üzr istəyirəm bütün xanımlardan. Kim Kardashian demək porno ulduzdur. Pornoda indi açıqlamıram, yəni əxlaqsız bir filmlərdə, pozğun filmlərin ulduzudur. Deyirəm ki, hə, məsəl üçün də o erməniyə deyirəm ki, hə, danış, biraz da o Kim Kardashian'dan sizin qəhrəman haqqında danış. Sıraz məni atırlar səssizə. Amma keçən dəfə bu yaxınların söhbətidir. Girdim canlıya, həminki kimi. Kim Kardashian'ı bunların üzünə vurdum ki, sizin əxlaqınız budur. Kim Kardashian kimi insanlarla, pozğun insanlarla sizin xalqınız fəxr eləyir. O inansız mənə nə dedi? Dedi, get xalq artistlərinin haqqında danış biraz da. Sən xalq artistlərin Kim Kardashian'dan geridə qalmır. Bilmədim, özümü oradan çıxardım. Bilmədim bunu söyüm. Bilmədim, özümü söyüm. Bilmədim, Mədəniyyət Nazirliyinə söyüm. Neynim? Bax, bilmədim, bax onu. Neynim? Bax, mən onu bilmədim ki, məni bugünkü gün erməni, xalq artistimin lütlənib çıxmağına görə erməni məni pərt elədi. Niyə? Çünki Mədəniyyət Nazirliyimizin işçilərində kimdirsə verən, bu röya xalq artisti vermirsən. İndi bilmirəm, uşaqlarının toyunda oxuyub pulsuz, bilmirəm, bütün məclislərinizi yola verib pulsuz, nə məsələdirsə, bəlkə münasibətiniz var, ona görə vermişsiniz, bəlkə səsi xoşunuza gəlib, bəlkə indi demirəm, röyanın bir müğənni kimi bəyənirəm, yaxşı səsi var. Amma bu vidini, tək röyadan söhbət getmir. Xalq artistlərinin bugünkü gün bu vidi birbaşa erməni kimi bizim mənfur düşmanlarımızın əlinə şərait verməkdir. Yəni, nə məsələdir? Ay Mədəniyyət Nazirliyi, siz birbaşa bizi söyürsünüz, xalqı söyürsünüz. Bugünkü gün xalq artisti verdiğiniz insanlar bu videoda çıxırsa və orada da o yiyəsiz qızlar var, orada səslərini atıblar, eşidirsiz, səslərini atıblar başlarına. Bunlar orada röyanın səsinə qulaq asmağa getmir və bunlar orada röyanın qarşısında hoqqa verməyə gediblər. Bu məlum məsələdir. Normalni qız. Röyanın o vidini görüb utanar özünə o məclisə qatmağa. Ki, yəni atam məni böyüdüb, başa çatdırıb, mən ananın, qeyrətli ananın qarnından çıxmışam. Amma mən gedib düşürüm röyanın o vidində onun qarşısında. Söhbət röyadan getmir. Ümumiyyətcə, xalq artistlərimizin bəziləri, hamı da bilir kimlərdir da bir sadalamıram. Xalq artisti alan kimi özlərini bu vidə qoyurlar. Nə məsələdir? Yəni bunlardan o tələb olunur ki, gedin bu cürə çıxmasa sizə xalq artisti verməyəcəm. Yəni onu bilin, Mədəniyyət Nazirliyi. Yəni siz bu hərəkətinizlə belə şeylərə göz yummaqla tək xalqın yox, dövlətin də başını aşağı salırsınız. Bugünkü gün Azərbaycan dövləti, Azərbaycan ölkəsi bugünkü gün hansısa bir beynəlxalq bir tədbirlərdə ölkənin yeməyini fəxr eləyir, yeməyini misal çəkir, ölkənin əxlaqını, milli geyimləri, hər bir şeyi misal çəkir. Amma bugünkü gün siz o dövlətin dilini gödək edirsiniz. Belə şeylərə göz yummaqda. Çıxsın röya da özü bilər, sərbəst qadın da, azad qadın da özü bilər, nə cür geyinir. Amma səhnəyə gedən də çağırın deyir, röya xanım. Olmaz axı, bu viddə Azərbaycan qadını bizi təhqir eləmə, bizi biabır eləmə. Bu viddə çıxmaq olmaz. Nə bilim valla, mən axırda dəli olacağım. Nə bilim, Allah xalqımızı qorusun, Allah yaxşılarımızı qorusun. Heç nə.